istedadlı gənclərdən əməkdaşımız Mahmud bir material hazırlayıb. Azərbaycanlı tələbələr günəş və elektrik enerjisi ilə çalışan elektromobillər hazırlayıblar və həmən bu elektromobilləri ictimaiyyətə təqdim ediblər. Bir tədbirdə, elə Mahmud da o tədbirdə həmən gənclərlə tanış olub. Gələcəyin avtomobilini artıq Avropa ölkələrində axtarmaq lazım deyil. Azərbaycanlı tələbələr günəş və elektrik enerjisi ilə çalışan ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri hazırlayıb. Məqsəd müasir texnologiyanın üstünlüklərindən istifadə edərək təbiətdən daha az xam mal almaq hesabına ekologiyaya səmərəli olan və insanın enerji istehlakını minimuma endirən nəqliyyat vasitəsi təqdim etməkdir. Bu avtomobil batareya sistemi ilə və ayrı təkərin içində ayrı-ayrı olan 2 dənə motorla işləyir. Eyni şəkildə öz zaryadkasını yuxarıda gördüyünüz günəş panelləri ala bilir. Hətta bu saat aktivdir. Öz günəşin enerjisini bu ekranda görə bilərsiniz. Yuxarıdakı hissədə. Batareyalar bu saat 65%-dir və günəş panelindən gələn 66 voltluq bir voltaj var bu buludlu havada. 6 kvadratmetrlik günəş paneli ilə təchiz olunan günəş maşını enerji yığmadan 220 km məsafə qət edə bilər. Bənzərsiz dizayna sahib olan bu elektromobilin maksimal sürəti 60 km/saatdır. Maksimal texniki kütləsi 400 kiloqram olan elektromobil 8 nəfərlikdir. 4 kilovat litium-ion fosfat batareya və 122 voltluq günəş paneli ilə təchiz olunub. Şasisi yüngül dərəcəli poladdan hazırlanan bu nəqliyyat vasitəsinin əyləş mexanizmi hidravlik disk əyləcləri ilə çalışır. Daha bir ekoloji təmiz nəqliyyat vasitəsi isə əsl yarış avtomobillərini xatırladır. İdman üsulunda yığılan bu avtomobilin ümumi çəkisi 250 kiloqramdır. Maksimal sürəti saatda 165 km təşkil edən ekoloji təmiz nəqliyyat vasitəsi hətta duman əleyhinə və neon faralarla təchiz olunub. Şasi tamamilə alüminiumdandır, qəfəs sistemi ilə yığılıb. Maşının getmə prinsipi batareya və motorlardan ibarətdir. Batareya sistemi burada 1000 dənədən batareyadan ibarətdir. 1000 dənə batareya paralel seri qoşulmaqla sizə 11 kilovatlıq enerji mənbəyi verir. Bu kilovatla da siz 300 km getmə şansınız var. Yəni saatda 91 ilə sürüşlə 30 km gedə bilirsiniz, qarışıq sürüşlə 236 km. Bu bizdə bir ilk oldu. Biz öyrəndiklərimizi burada tətbiq elədik. Və şüarımız oydu ki, bizim layihəyə ətraf mühitə heç bir ziyan olmasın. Adından göründüyü kimi ekoya ədalətli deməkdir. Bu ətraf mühitə heç bir ziyan vurmur, heç bir zəhərli qaz buraxmır. Qeyd edək ki, Qafqaz Universiteti mühəndislərinin elektrik maşını layihəsi çərçivəsində mühəndisliyin mexanika, kompüter və kimya bölümlərindən 24 tələbə 13 müxtəlif komandada çalışıb. Bununla da cəmiyyətin diqqətini daha az enerji istehlakına yönəldən gənc mühəndislər məhdud enerji resurslarının ədalətli şəkildə bölünməsi prinsipi əsasında alternativ enerjinin tətbiqini ön plana çəkir. Lütfüzadə və digər soydaşımız olan dünya miqyası dahilər də bax bu cür başlamışdılar.